Metronun Bakımlı stansiyasının yaxınlığındakı ərazidə yeni yolun inşası zamanı ağaclar yerindən xüsusi texnikalar vasitəsilə çıxarılmalı və daşınmalı idi. Ancaq vətəndaşlar bildirirlər ki, buradakı ağaclar ekskavatorlar vasitəsilə söküldüyü üçün bu ağacların məhv olmasına səbəb olub. Ərazidə texnikaların işləməsinə özümüz də şahid olduq. Ancaq sahədə təkcə ekskavator deyil, xüsusi köçürmə texnikalarını da gördük. Ağaclar həm bu texnikalar, həm də ekskavator vasitəsilə çıxarılırdı. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirildi ki, sözü gedən ərazinin bir hissəsindən yüksək gərginlikli elektrik və rabitə xətlərinin keçdiyinə görə bir neçə ağacın xüsusi köçürmə texnikasından istifadə etməklə köçürülməsi mümkün olmayıb. Təhlükəsizlik qaydalarına uyğun olaraq ağacların bir qismi kökündən deyil, səthə yaxın hissədən traktor vasitəsilə çıxarılaraq Yaşıllaşdırma Təsərrüfatı Birliyinin ağac bəzək bitkiləri safxozunun Ramana yaşıllıq sahəsinə köçürülüb. Son bir həftə ərzində Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub. Ağacların kəsilməsi ilə təbiətə 117.300 manat məbləğində ziyanın dəydiyi müəyyən edilib. Qeyri-qanuni kəsilən ağacları, təbiətə vurulan ziyanı isə paytaxt sakinləri birmənalı qarşılamır. Ağac əkməliyik, yaşıllıq salmalıyıq, bu hər şeyə xeyirdir. Ağacın kəsilməsi İraq-Üzər nadan insanlara aiddir. Normal insanlar onu qəbul edə bilməz. Günü-gündən abadlaşmalıdır, şəhər salınmalıdır. Ağacların hər şeyə, yaşıllığın xeyri var ki, ziyanı yoxdur. İnsanların ən başda sağlamlığına xeyri var. Yaşıllıq olmalıdır, hava qəbul etməlidirlər, uşaqları oynaya biləcəyi bir yerlər olmalıdır. Qeyd edək ki, yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq mühafizə orqanlarına göndəriləcək. Biz isə unutmamalıyıq ki, ətraf mühitə vurduğumuz ziyan sağlamlığımıza vurduğumuz zərbədir.